Dostlar salam, transfer xəbərlərinin növbəti bölümünə xoş gəlmisiniz. Videonu bəyənib kanala abunə olduqsa keçək xəbərlərə. Qarabağ Seneqallı hücumçu Omar Diouf'a rəsmi təklif göndərib. Belçika mətbuatına əsasən futbolçu üçün Liej klubuna 1,2 milyon avro təklif edilib. Amma klub Diouf üçün 1,5 milyon avro tələb eləyir. Omar Diouf bu il Belçika 2-ci liqasında 18 oyuna 8 qol vurub. Son günlər xoşbəxt olmadığı deyilən Yankovicə Yunanistanın böyük klublarından təkliflər gəlib. Olympiakos və Panathinaikos Qarabağın yarımdəfəçini transfer etmək istəyir. Həmçinin Zagrebin Dinamosu da onu transfer etmək istəyənlər siyahısındadır. Amma Qarabağın mətbuat rəhbəri hələ rəsmi bir təklif almadıqlarını da deyib. Qarabağın müdafiəçi Tural Bayramov da Avropada maraq dairəsinə düşüb. Rumıniyanın Steaua Buxarest klubu futbolçumuzla yaxından maraqlanır. Turalın müqaviləsi bu yay Qarabağla başa çatır. Bu da onu transfer etmək istəyən klublar üçün yaxşı fürsətdir. Son günlər tənqidlərə məruz qalan Dərman Axundzadənin transfer dəyəri artıb. Transfer Market saytında onun dəyəri 2 milyondan 2,5 milyona qalxıb. Ajax oyundan sonra deyilənə görə Nəriman klubdan ayrılmaq, Avropada legioner həyatı yaşamaq istəyirdi. Amma hələ onun üçün heç bir rəsmi təklif yoxdur. Realın böyük ümidlərlə transfer etdiyi gənc futbolçu Endrick klubdan ayrılır. Olimpik Lyon futbolçunu icarə əsasında heyətinə qatır. Fransızlar futbolçunun maaşının 50%-ni ödəyəcək. Müqavilə 2026-cı ilin yayına kimidir və müqavilədə satın alma bəndi yer almayır. Həmçinin Lyon futbolçuya əsas heyətdə oynamasına zəmanət də verir. Transfer xəbərlərini qaçırmamaq üçün səhifəyə mütləq abunə ol.